Bugündən Bakı şəhər üzrə təhsil idarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi başlayır. Rusiya İranın nüvə proqramı ilə bağlı yaranmış problemini siyasi və diplomatik vasitələrlə həll etmək üçün bütün zəruri addımlar atmağa hazırdır. Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib. Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin bugün keçirilən iclasında əmək pensiyaları haqqında qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb. ABŞ və İsrail İranın nüvə obyektlərinə zərbə vurulması halında ölkənin silahlı qüvvələri tərəfindən ciddi şəkildə cavablandırılacaq. Bu barədə İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqai bildirib. Aprelin 7-sində Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç kərvanı Ağdərə rayonuna çatıb. Rusiya hakimiyyəti Suriya prezidenti Əhməd Şaranın xahişindən sonra onun sələfi Bəşər Əsədin Dəməşqə təhvil verilməyəcəyini bildirib.